Nədir? Rahat ola bilmirsən? O qız sənin həyatına girəndən dincliyin yoxdur da. Səninlə evli olanda dincliyim yox idi. İndi dincəlirəm, narahat olma. Biz səninlə evli olanda yola getmirdik. Amma ən azından fikirləşmirdin ki, evdəkinin ürəyi başqasındadır. Boş-boş danışma da xəbər. Yığa bilmirsən adaxlığı Qədirin yanına. Xəbər. O şübhə var, o qısqanclıq, o nigarançılıq, adam beynini qurudur. Ürəyin elə bil ovucun içində belə sıxılır, qürurun sınır. Bax, o hissləri mən yaşamışam. Bəbir, yaşatdığını yaşamayınca ölmür insan. Ölüm demişkən, nə oldu o? Necə oldu o? Qədir sağ qaldı. Sən ona həll eləmişdin. Kəs səsini xəbər. Mən ona heç nə eləməmişəm. Zorla boynuma qoydum. Gözümün içinə baxa-baxa necə yalan danışırsan. Xəbər. Çıx get də buradan. Qoy bir rahat nəfəs alaq da. Sənin yaşayışını pozan mən deyiləm. De, yuxarıdakidir. Xəbər, mənə bax. Gəl, sənə ürəyin istəyən bir ev tutum. Çıx get də buradan, nə olar? Hansı pulla? Boğazacan borcun içindəsən. Ev tutan gəlib. Bəs onda nə gəzirsən bu mənim evimdə, ha? Hı? Nə gəzirsən burada, ha? Başa düşürəm. Pulun qutarmışdı, gəldin. İndiki vəziyyətimi bilirsən. Hı? Nə edəcəksən burada, ha? Nə gəzirsən burada, ha? Məndən bir qara qəpik də qoparda bilməyəcəksən sən xəbər. Bilməyəcəksən. Bax ona məhkəmə qərar verəcək. Hə, mənim az çox hüquqi savadım var, özün bilirsən. O məhkəmədən sənə imtina cavabı gələcək. Ya elə, ya belə. Mən istədiyimi səndən alacağım. Məhkəmə də düzgün qərar verəcək.